Vətən üçün xidmət edib, vətən üçün şəhid olmaq hər zabitin arzusudur. Onlar zabit olmaq qərarını verdikdə artıq anlayırlar ki, məqamı çatdıqda vətən üçün qan axıtmalı, vətən üçün canlarını qurban verməlidirlər. Vətən üçün canını qurban verməyə hazır olan, Qarabağımızın azadlığı uğrunda nümunəvi döyüş yolu keçən Vətən müharibəsi əlillərimizdən biri də Şirinov Murad Rafailoğludur. Murad 1986-cı il sentyabr ayının 27-sində Bakı şəhəri Xətai rayonunda anadan olmuşdur. 1993-cü ildə 269 sayılı orta məktəbdə təhsilinə başlayan Murad, təhsil aldığı ilk günlərdən zabit olacağı qərarını vermişdi. 2002-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olan Murad, 2005-ci ildə oradan məzun olur və elə həmin ili də Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olur. 2009-cu ildə məzun olaraq leytenant rütbəsi alır və xidmətə başlayır. Xidmət dövründə müxtəlif hərbi hissələrdə, müxtəlif vəzifələrdə xidmət edən Murad nizam-intizamı ilə daima seçilir. Buna görə də dəfələrlə medallarla, təşəkkürnamələrlə təltif olunur. Ad günündə müharibəyə atılan Murad, Cəbrayıl, Xocavənd, Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edir. Dəfələrlə düşmənlə üz-üzə gələn Murad, düşmənin canlı qüvvəsini məhv edir, hərbi texnikasını sıradan çıxardır. Füzuli uğrunda gedən döyüşlərdə ağır yaralansa da, döyüş meydanını tərk etmək istəmir. Amma yarası ciddi olduğu üçün tez bir zamanda döyüş meydanından çıxardılar. Müharibədə göstərdiyi qəhrəmanlığa görə Füzulinin, Cəbrayılın, Xocavəndin azad olunmasına görə cəsur döyüşçü, Vətən müharibəsi iştirakçısı medalları ilə təltif edilir. Ailəlidir, bir oğul, 2 qız övladı vardır.